İlk öncə özümü, daha sonra sizləri ilahi təqvaya dəvət edirəm. Bugünkü ikinci xütbəmiz məscidin ədəbi əhkamı barəsindədir ki, bilirəm ki, bu mövzular hamımız bilirik. Ümumiyyətlə, xütbələr, söhbətlər bu demək deyil ki, yeni nəyisə tapmışıq, gəlib insanlarla bölüşürük, yox. İnsanların bildikləri şeyləri təkrar eləməklə, xatırlatmaqla insanlar bəzən unuda bilir, bəzi məsələləri xatırladırıq. Ona görə də məscidin ədəbi var, əhkamı var. Bu barədə danışmaq istəyirəm ki, hədislərdə bir məscid, ümumiyyətlə hər bir insanın evinin özünün qayda qanunları var. İnsanların evində qonaq otağı var, yataq otağı var, yemək otağı, mətbəxi, hər yerin öz qayda qanunu var. Birinin evinə qonaq gedəndə sən onun evinin qayda qanununa, onun həmən evin sahibinin xasiyyətinə, xüsusiyyətlərinə uyğun davranmağa çalışırsan. Allahın evinin də bir otağı var. Başqa bir otağı yoxdur. O da ibadət otağıdır. Bu ibadət otağı ilə bağlı həm vacibi göstərişlər var. Vacibdir orada ona riayət eləmək. Həm haram göstərişlər var. Haramdır orada o şeyləri eləmək. Həm tövsiyə olunan, yəni eləsin savabı var, müstəhəbbi göstərişlər var. Həm də məkruhdur, eləsin kərahəti var, məscidə uyğun olmadığını bizlərə vurğulayan 4 hissəyə bölünür. Amma mən o 4 hissədən qabaq istəyirəm ki, bəzi hədislər və ayələr də var. Ayə var, məscidin ədəbinə işarə edən ayələrimiz var. Məsələn, Ya bəni Adəm, xuzu zinətkum ində kullil məscid. Məscidə getdiyiniz zaman zinətlərinizi də götürün. Yəni zinətlər paltardan, gözəl geyimdən söhbət gedir. Ey Adəm övladı, məscidə getdiyin zaman səliqəli geyin. Təmiz get, ətirrən get. Məscidə getdiyin zaman ən gözəl libası geyin. İmam Həsən əleyhissalam həyatında görür ki, gözəl libasını geyinib məscidə tərəf gedərdi həmişə, ən gözəl libasını. Başqa imamlarımızın birində də soruşurlar ki, bəs sizə cəmaət öyrəşib ki, imam daha sadə geyinə, təvazökar geyinə, adi günlərdə elə olur. Deyir, bəs biz imam sizə bu cür nə gözəl libas, axı siz həmişə təvazökar. Deyir ki, məscidə gedəndə Allah özü buyurur ki, ən gözəl libasınızı geyinin gedin. Ən gözəl ətrinizi vurun gedin. Gözəl görünün gedin, səliqəli gedin. Allahın evinə gedəndə. Başqa birinin də evinə gedəndə 3 dəfə saçımızı darayırıq, fenləyirik, üzümüzü düzəldirik. Nə qədər getdiyimiz evi bir o qədər hörmətli sayırıqsa, bir o qədər özümüzə daha çox diqqət edirik. Amma nədənsə bəzən məscidə gələndə bunlara riayət eləmirik. Məscidə daxil olarkən Həzrət Əli əleyhissalam buyurur ki, Peyğəmbərdən daxil olanda bu duanı deyin. Allahım, rəhmət qapılarını üzümə aç. Allahım, ruzi qapılarını üzümə aç. Təmizlik ki dedi, dua, məscidə girəndə dua eləmək, təmizləmək. Məscidin təhiyyə namazı, məscidə daxil olanda Peyğəmbərdəndir. Məscidlərin haqqını yerinə yetirin deyir. Məscidin haqqı nədir? Oturmadan əvvəl, məscidə ki girdin, oturmadan əvvəl 2 rükət məscid üçün namaz qıl. Təhiyyə namazı. Məscidə girəndə, əgər məscid boş belə olsa, salam vermək. Evimizə də girəndə salam vermək. Məscid boş da olsa, məscidə salam vermək. Dua eləmək. Amma məsciddə cəmaət namazı qılınan zaman salam vermək ehtiyac yoxdur. Bəzən biz məscid boş olanda salam vermək lazımdır. Mələkləri var bu məscidin.
Amma məsciddə cəmaət namazı qılınan zaman salam verməyə ehtiyac yoxdur. Bəzən də insanı çaşdırır. Çünki salam verildisə vacibdir onun cavabını qaytarmaq. İndi cəmaət namazı qılındığı vaxtda biri içəri girəndə "Assalamu aleykum" insan çaşır. Yəni namaz əsnasında onun cavabını qaytarmaq bir nəfər düzdür qaytararsa hökm boynuna götürür. Amma istər-istəməz çaşar insan. Ona görə yaxşı olar ki, məsciddə namaz qılınan zaman salam verilməsin. Amma adi hallarda salam verməyin eybi yoxdur. Namazın vaxtını gözləmək. Məsciddə namazın vaxtını gözləməyin özü ibadətdir, ta ki günah işlətməsin. Məsciddə gedirik, otururuq, heç nə ibadət edirik, nə zikir. Sadəcə oturub gözləyirik namaz. Bu ibadətdir artıq. Amma burada ki deyir, ta ki günah işlətməsin, soruşurlar ki, Peyğəmbərdən günah nədir? Buyurur ki, qeybət etmək. Nə qədər ki sən sakit oturub gözləsin, sənin üçün. Amma başladın ki artıq qeybət eləməyə, ay filan kəs belə oldu, ay filan kəs beldən gəldi, ay filan yerdə. Bu artıq namazın, o savabın maniyə törədir, savaba yazılmır. Quran, zikirlər, məsciddə dünyəvi söhbətdən çəkinmək. Bu bir çox məscidlərin problemidir insan. Bilirsiniz, bunun nə kimi problemlər var? Bir insan oturur, söhbət eləyir, o biri insan gəlir, ibadət eləyir. Məscid ibadət üçündür. Sənin söhbətin onu çaşdırır. Və özün də məsciddə ola-ola Allahı yad eləməlisən. Məscid Allahı yad eləmək üçün. Allahı unuduruq başqa söhbətlərdə. Bəzən danışırıq, bir də ayılırıq ki, artıq qışqıra-qışqıra danışırıq. Olmaz. Məscid Allahın evidir. Məsciddə ibadət üçün danışmaq da olar. Yenə də Allahı xatırladacaq bir şey. Hətta Quran oxunur ki, bərk səslə Quran oxunan zaman ibadət öncəlikdir məsciddə, namaz öncəlikdir. Quran oxumağın mənim kiminsə namazına çaşdırarsa, narahatçılıq eləyərsə, az səslə oxumalıyam. Məsciddə dərs demək, məsciddə indi xütbə başqa. Amma əxlaq dərsi deyirəm məsciddə, xüsusi vaxt qoymuşam, cəmaət ibadət edir. Olmaz. Yəni olmaz, haram deyil. Yəni elə vaxt seçməlisən ki, ibadət ərəfəsin. Cəmaət əgər gəlir, ibadət edir. Əgər ona narahatçılıq yaranacaqsa, onda məkruhata girmiş olursun. Cənabətli şəxsin məscidə. Bu hədislər çoxdur. Sadəcə nə haramdır, nə məkruhdur. Bunu bir qısa şəkildə deyim ki, məsciddə vacibi olan işlərdən biri, əgər məscid nəcis olarsa, onu təmizləmək vacibdir. Yəni insanlar gördün ki, məscid nəcis oldu, onu təmizləməlidir. Məscidin nəcasəti. Məsciddə müstəhəb əməllər, məsciddə təmir eləmək, məscidin xarab olan bir işin təmir eləmək, məscidin işıqlarını yandırmaq, bu müstəhəbdir. Bir insan ki girdi, məscidin işıqlarını kim yandırdı, o qabağa düşdü. Məsciddə tez getmək və gec çıxmaq, məscidə tez gedir. Bizdə bəzi möminlər var, namazdan çox-çox qabaq gəlib otururlar. Məscidə tez getmək artıq ibadətdir, müstəhəbdir. Məscidə dəstəmaz biri var, dəstəmaz qüsulsuz daxil olmaq cənub şəkildə olmaz. Amma məscidə dəstəmazla daxil olmaq müstəhəbdir. Məscidə ətir vuraraq getmək, təmiz paltarla getmək müstəhəbdir. Bəzən biz bilmədən paltarımız və yaxud işləmişəm, tərləmişəm, tərisi verirəm və yaxud hər hansı bir işlə məşğul olan paltarım, çalış o paltarı dəyiş gəl məscidə. Dedik, Allah Quranda ayə buyurur ki, məscidə gedəndə gözəl şəkildə geyinin gedin.
Məscidə sağ ayaqla daxil olmaq, məscidə daxil olmaq, məsciddə sarımsaq, soğan, bu hamısı eyni şeyə gəlir, çıxır əslində. Yeyib məscidə getmək məkruhdur. Çünki incidirsən. Bəzən özümüzdən asılı olmayaq kimisə. Yəni əgər yemişəmsə də, həm də istəyirəm məscidə gedim, elə maskalar var da, o bir korona vaxtı istifadə edirdik. Onu taxıb məscidə getmək həm məscidin müstəbindən dala qalmırsan, həm də ki, soğanlı sarımsağı yedi. Amma o maskanı tax ki, qıraqdakıları incitməyəsən. Məsciddə haram olan əməllər də bunlardır ki, məscidin hansısa bir əşyasını satmaq və yaxud vəqf olunan bir şeyi məsciddən çıxardıb aparmaq, məscidi bəzəmək, canlı şəkillər, canlı insan şəkli, heyvan şəkli məscidə vurmaq, məscidi nəcis etmək, məsciddə dəfn etmək. Ümumiyyətlə bunlar haramdır. Məscidin hörmətini, əzəmətini, məscidin heybətini, məscidlikdən çıxardan ürfdə cəmiyyət, bir qıraqdan bir girən, çöldən bir gələn, nəysə görsə ki, bu məscidə uyğun deyil, demək ki, o məkruhat mövzusuna girir. Məsciddə kalbasa yemək bəyənilmir. Xurma, su, çöldə qoyular, içəsən, girəsən və yaxud. Məscidin öz ədəbi, öz hörməti var. Necə ki, evimizin hörmətini saxlayırıq, məscidin də hörmətini saxlamalıyıq. Bu barədə istədim danışam, çünki bu barədə ehtiyac var idi. Özümüzdə müşahidə edirdik. İnsanlar özləri də narahat idi ki, məsciddə elə məscidi saxlayaq ki, mənəvi ab-hava hiss olunsun. Bura məscidə girən o mənəviyyatı hiss eləsin. Məscid yek deyil, məscid idarə deyil, hansı küçədə su partlayıb, kim... Bura məscidin söhbət olunacaq yeri deyil. Allah hamd verək öz izzəti cəlalına, Allah bizləri məscidimizin qədrini bilənlərdən qərar versin. Və bizlərə bəzən insan bilməyərəkdən, xəta eləyərək ola bilər. Qəflətə düşür, məscidin ədəbin, əhkamın qorumur, yadından çıxır, hamı eləyə bilir. Mən özüm də eləyə bilərəm. Amma insanlar bir-birinə xatırlatmalıdır ki, məsciddəyik. Bu söhbət mədəni şəkildə, bunu da deyim, mədəni şəkildə. Əgər bir insan nəysə bir problemi var, sarımsaq yeyib gəlibsə, onu danmaq məsciddən də önəmli möminin qəlbidir. Əgər möminin qəlbin sındırarsa insan, bəlkə də çox məsciddən. Yəni biri sarımsaq yeyib gəlib, bilməyib gəlib, onu danlayım. Məscidə qıraqdan biri gəlir, hansısa bir pis rəftarla insan yəni qaşqabaqla ona məscidin bir şeyi də o idi ki, məscidə girəni gülər üzlə salamlayaraq, ehtiramla qəbul eləmək. Amma məscidə gələnə qaşqabaqla yuxarıdan aşağı baxmaq, mən 20 ildir məsciddəyəm, sən təzə gəlmisən söhbəti məsciddə uyğun deyil. Hətta məsciddə namazda kimsə gəlib oturub bir yerdə artıq namaz qılmağa hazırlaşırsa, heç kimin ixtiyarı yoxdur ki, ona desin ki, bala sən dur dalda otur. Olmaz. Əgər desə sən dur dalda otur, onun yerinə kimsə keçirsə, artıq o qəsbi yer sahibidir. Əhkamı məsələlər var məscid haqqında. Amma demək istədiyim odur ki, biri əgər bunu bilmirsə, biri nəysə elə insan söhbətə başlayan kimi acılayaraq yox, mədəni şəkildə bir xatırlatmaqla ki, bir-birimiz bir-birimizin güzgüsüyük. Mömin-möminin güzgüsüdür. Bir-birimizə xatırlatmaq ki, məsciddəyik, evi yox, çölə çıxanda danışarıq. Allah bizlərə məscidlərimizin qədrini bilənlərdən qərar versin. Allah bizlərin məscidin günü-gündən bərəkətləndirsin. Mömin, bayaq dedim məscidi bəzəmək, məscidin bəzəyi möminlərdir. Məscidin zinəti mömindir.
Başqa bir şeylə bəzəməyə ehtiyac yoxdur məscidi. Məscidin ən gözəl zinəti möminlərdir ki, Allah məscidimizin zinətini artırsın.